Mən belə başa düşürəm ki, bu münasibətlər üçün mövzu dərindir və bunun xüsusi bir təlimi mi varmı, yoxsa yol xəritəsi varmı? Siz bunun həllərini verə bilirsinizmi və necə görürsünüz bunu? Bunun həlləri bəli, ona görə birinci cütlük analizi olur. Yəni nə deməkdir? Həyatda pis insan yoxdur. Bax, birinci qaydamız bu. Bəli. Hər şey suda həll olunur, soda müdür içə bilərik. Yəni xlor da içərisində bir şeylər, mayedir. Biz onu içə bilmirik. Yəni banan da yaxşıdır və yaxud da ki, bal da yaxşıdır, yemişdir, amma ikisini bir arada yeyə bilmərik. Zərərlidir. Eynən hər bir insanın bir kimyəvi, psixokimyəvi tərkibləri var. Birinci ona baxarıq. İkinci baxandan sonra evliliyin şərtlərini deyirik. Sevgililiyin şərtlərini yox. Çünki sevmək çox çətin bir şeydir, uzun bir dönəm ala bilər. Amma bu evlənmək istəyirsən, mən evlənməyin şərtlərini açıq-aydın qoya bilərəm. Deyə bilərəm ki, bu qaydalara riayət edin. Yerdə qalanlar hamısı uydurmadır. Hamısı insanların ağzından çıxan boş sözlərdir. Heç bir əsası yoxdur. Bu əsas olmadığı üçün ölkədə zinanın sayı günü-gündən artır. Amma evliliyə gələndə evliliyi sadədir. Evlənmək üçün bir ən sadəsini deyim. Qarşı tərəfdəkini yedizdirə biləcəyin sənsə, öz giyindiyin səviyyədə paltardan verə biləcəksənsə, qaldığın yerdə, qaldığın yerinə bölüşə biləcəksənsə, evlənmək üçün hər bir şərait var. İndi bu ev bunun adınadır. Bax, burada problemlər nədir? Ev kimin adınadır soruşurlar. Yemək burada, yox, biz çöldə yeyək hər dəfə. Görürsünüz, bu lazımsız cümlələr bunlar hamısı. Halbuki evliliyin şərtləri üçün çox normaldır. Biz orada alfa kişilərin şərtləri nədir? Onu öyrədirik. Yəni, qadına bilsin ki, kişi bilməyə bilər, onu o forma, o hizaya soxsun, onu o rəndələsin ki, ondan bir alfa kişi olsun. Eynən də kişilərə deyirik ki, qadın necə olmalıdır? Ola bilsin, görməmişsən. Və yaxud da ki, gördüyü qadın tipi və yaxud o aşağılamasından anası, bacısı səhv bir qadın olub, hegemon bir qadın olub. Onun nəticəsi belə oğlanda odur ki, belə itaətkar bir qadın axtarır. Bizə qul da lazımdır, dikbaş da lazımdır. Ortası azad, öz həddini, hüdudunu bilən bir qadın.